Teşekkürler. Çok sağ olun. Teşekkürler. Sağ olun. Selam, hoş gelmişsin. Hemşire sen gelmesin. Gel, gel oğlum. Güzel oğlum, niye olmuyor? Gel, nenenin yanına gelsin. Olur. Ben hep gül getirdim sana. Kız olarsan buna hacalet verirsen ha. Ne güzel, özü hoş. Hoş gelmişsin nenenin yanına. Gel. Mən Məmmədzadə Sevda Salih qızı Şəki şəhərində anadan olmuşam, amma əslən dədə-babam soy köküm Ağdaş rayonundur. Atam müəllim olan Salih Məmmədzadə Ağdaş rayonundan 20-ci illərin sonunda Bakıya gəlmiş, Hüseyn Cavidin dərs diliyi seminariyada təhsil almışdır. Mən də atamdan Hüseyn Cavid tərbiyəsini mənimsəmişəm və Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirdikdən sonra həmin ildən 50-ci illərin sonunda Azərbaycan Milli Radiosunda diktor kimi fəaliyyətə başlamışam. Və əmək fəaliyyətim, mənim radioda əmək payım artıq 60 ilə çatıb. Son illər, 20-ci ildə artıq yaşa dolduğum üçün təqaüdə çıxdım, hazırda təqaüdçü. Radio mənə çox doğma olan bir məkan olub, radio mənim ikinci evim olub. Radioda mən əmək fəaliyyətimi qiymətləndirən hökumətimiz tərəfindən fəxri adla prezident təqaüdünə və hörmətli prezidentimizin əmri ilə jurnalistlərin binasında mənzillə təmin olunmuşam. Buna görə də mən radioya ömrüm boyu borçluyam. Çünki başqa sənət sahibi olsaydım, bəlkə də mən bu nailiyyətlərə nail ola bilməzdim. Böyüklərə hörmət, mənəvi dəyərlərimizə hörmətdir. Hazırda mənim qonşuluğumda olan nəvə saydığım Özgül balam məni tez-tez yada salır, həddən artıq çox sevirəm. Çox gözəl, tərbiyəli, ağıllı qızımdır mənim Özgül. Nənən qulluğunda durur, nənən nə istəsə ona yardımcı olur. Seni çok seviyorum. Mən də səni sevirəm də ona görə. Niyə məni çox sevirsən? Sevda nənə sənə neyiniyib ki onu çox sevirsən? Çünkü siz Pürkür'den daha güzel birisi. Kimdən? Pürkür'den geçer birisi. Nə danışırsan? Hardan tapdın bu cümləni sən? Kim öyrətdi bunu sən? Sen bize tez gel, neneni yada sal. Çünkü nenen tek kalır, darışır. Ama sen gelsen ben çok şad olurum. Sen de büyüyesen, nene gibi kocalasan. Eşitürsen, evet, hoş bak, güzel olur. Sağ ol, mamaya salam.